oxumaqda davam edəcəyik. Bu öz yerində. O ki, qaldıq bədii əsərlərimizə, nəsr sahəsində artıq biz sevinirik ki, ədəbiyyatımızda nəsr hələ davam edir. Nəsr sahəsi davam edir. Yəni, sizin kimi bir yazısını biz ədəbiyyatımızda artıq görəndə çox sevinirik. Fikirləşirdik ki, İsmail Şıxlı ilə, Mirzəlal Paşayev ilə, Fərman Kərimzadə ilə və başqaları ilə, Vidadi Qabanlı ilə bəlkə də nəslimiz artıq bitdi. Yox, belə deyil əslində. Sizin kimi dəyərli yazısının əsərini oxuyanda artıq bizim fikrimiz belə formalaşır ki, bəli, Azərbaycan ədəbiyyatı etibarlı əllərdədir. Sizə çox sağ ol deyil, minnətdarıq və burada bir neçə əsərlərimizin üzərində dayandılar. Mən Yanan Qar romanı və digər əsərlərimizi oxumuşam, amma çox diqqətlə oxuduğum Yanan Qar romanıdır. İstəyirəm orada bir-iki məsələyə toxunum, əgər icazə verirsinizsə, şey bana bəndəmir. Deməli, orada Bənövşə obrazı var, bizim qız gəlinlərimizin ümumiləşdirilmiş obrazı və o cümlədən də erməni qadını Vartanış obrazı var. Bir-birindən tamamilə fərqlənən obrazlar. Düzdür, biz Xocalı faciəsində müəyyən dəyərlərimizi orada taxtaq altına atıldığını gördük.